Azərbaycan İdman Akademiyası Karyer İnkişafı Şöbəsinin və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə birgə əmək yarmarkası təşkil olunur və əsas məqsədimiz gənclərimizin işə götürənlərlə canlı şəkildə ünsiyyət qurmağına şərait yaratmaqdır. 40-a yaxın müəssisə iştirak edir və 140-dan çox vakansiya təqdim olunur. Azərbaycan İdman Akademiyasının məzunları və son kurs tələbələrinə uyğun vakansiyalar təqdim olundu. Daha çox idman sahəsi üzrə, idman menecerliyi və fizioterapi və digər sahələr üzrə vakansiyalar təqdim olundu. Eyni zamanda bu vakansiyalar üzrə maaşlar 400 manatla 1750 manat arasında dəyişirdi.